Salam bir vaxtınız xeyirli olsun. Deməyə belə bir termopotu təmirə gətiriblər. 3-4 gündür ustalardadır. Düzəlmir. Avtomatik olaraq qaynama rejiminə keçir. İndi ortanı nəticəni bir yerdə izləyək. Qüsuru tapdıq. Bu da daçik işləmir. Digər daçik işləyir. Üzərində olan daçik çıxartdıq. Yerinə başqasını qoyduq. Sonra da bağladıq. Çox ustalar bunu kəsirlər, atırlar. Belə deyəndə, yəni massada da olsa daha yaxşı olar. Belə məntiqlə mənasız bir şeydir, amma yerində olmağı daha yaxşıdır. Bu hissələrini də təmizlədik. Burada kulok var. Bunu da soyduq. Su əlavə elədik. Qaynama rejimindədir. Avtomatik bu rejimə keçirdi. Gücün götürüb səsindən məlumdur ki, qaynayır. Qaynama rejiminə keçdi, amma bundan əvvəl toka salan kimi su içində ola qaynama rejiminə keçirdi. Bu qədər. Çox sağ olun. İzlədiyinizə görə.